Misli Premyer Liqasının 23-cü turunda Sabah evdə Qəbələni darmadağın etdi. 7-1. Bayquşların baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında bunları dedi. Komandamı təbrik edirəm. Uşaqlar meydançada düzgün reaksiya verdilər. Rəqibimiz güclü komandaydı. Onlara bəlkə də 120 dəqiqə oynamaq təsir etdi. İlk yarıda yaxşı çıxış etdik, fərqləndik. İkinci hissədə də eyni şəkildə. Nə dəyişdi ki, Qəbələni belə asan məğlub etdiniz? Çox üstün və dominant oynadıq. Hücumda oynayan komandaydıq. Belə komandaya qarşı 4 dəfə oynamaq çətindir. Amma işimizin öhdəsindən gəldik. Futbolçularım əla oynadı. Mikkelsi ikinci hissə başlayandan 5 dəqiqə sonra əvəzlədiniz. Bu taktiki gedişlə bağlı idi, yoxsa zədəsi var idi? Zədəsi var idi. Oyuna tam hazır değildi. Amma maksimumunu verməyə çalışır. Onun töhfəsi ağla sığmazdı. 2 gol, 2 məhsuldar ötürmə etdi. 2 ay yarım idi, 90 dəqiqə oynamırdı. Mikkels qayıtdı, xəyal formadadır, İmbina da var. Bu 3 hücumçu arasında favoritiniz kimdir? Favorit meydana çıxandı. Qarşımızda önəmli oyunlar var. Xəyaldan da, Koylensdən də məmnunam. Xəyal yığmaya çağırılır, zədələdi deyə risk etmədik. İmbina bu həftə komanda ilə məşqlərə qatılıb. Seçimlərin çox olması məni sevindirir. AFFA İntizam Komitəsi köməkçiniz Valerio Zuddası cəzalandıracaq. Bu sizə nə dərəcədə təsir edəcək? Bu barədə hər şeyi demişik. Əlavə şərhə ehtiyac yoxdur. Bu məsələ bir həftə əvvəl bağlanıb. Bağlanmayıb axı. Biz və Qarabağ üçün bağlanıb. Sizin üçün bağlanmaya bilər. Sizin qərarınızdır.